Salam, kimyanın ilk anlayışları ətraflı yazılıb cavab tələb olunan tapşırıqlara baxırıq. Birinci sualda bizə nə deyir? Deyir 10 qram alüminium üzərinə 16 qram kükürt əlavə edilərək qızdırıldıqda maddələrdən biri tam sərf olunur. İlk öncə biz reaksiya tənliyini yazaq. Alüminiumun üzərinə kükürt gəldik. İndi formulu tərtib etmək lazımdır. Alüminiumumuz 3 valentlidir, kükürt isə 2. Demək formulumuz olacaq alüminium 2 S3 şəklində. Sonra isə reaksiya tənliyimizi bərabərləşdirək. Sağda alüminium sayı 2, sağda kükürt sayı 3. Ona görə sol və sağda alüminium və kükürdün qarşısına 2 və 3 uyğun olaraq qeyd edildi. Baxın, burada 10 qram alüminium verilib, 16 qram kükürt verilib. Aşağıya düşəcək 2 vur 27, burada isə 3 vur 32. İndi biz hər hansı maddə verilibsə, onun artıq qaldığını və yaxud da ki, tam sərf olunduğunu tapmaq üçün nə etməliyik? Baxın, burada verilmiş 10-u 54-ə, 16-nı 96-ya bölürəm. Və böldüyüm zaman görürəm ki, kükürt daha kiçik cavab alınır orada. Ona görə də daha kiçik cavab hansında alınıbsa, onu tam sərf olunur kimi götürürəm. Baxın, belə başa düşək. Tutaq ki, sizin 2 qələminiz var. Biri yarımçıqdır, biri isə bütövdür. Siz ilk öncə hansını istifadə edəcəksiniz? Əlbəttə ki, yarımçıq olanı. Və yaxud da ki, tələbəsiz özünüzə yemək bişirmək istəyirsiniz. Bir bağlamada bütöv bağlamadır, yəni içərisində makaron var, birində isə yarısı qalıb da belə deyək, yarısını istifadə eləmisiniz. Hansını istifadə edərsiniz? Hansı ilə yeməyinizi bişirərsiniz? Əlbəttə ki, yarımçıq olanı. İndi demək ki, az olanı istifadə etdiksə, burada da az olan daha tez qurtaracaq. Baxın, burada 10 qram alüminium veriblər. Ancaq onun hamısını istifadə eləməyib. Onu bir mötərizəyə alaq. Tapaq görək nə qədər alüminium sərf olunub. X yazıram, tənasibi qururam. X isə 16, 54-ə də 96. Buradan X-i tapıram 9. Baxın, demək mənim alüminiumum əvvəl 10 qram idi. Onun 9 qramı sərf olundu, 1 qramı isə artıq qaldı. Məndən reaksiyadan sonra artıq qalan maddənin kütləsini soruşdu və sonra deyir, reaksiya məhsulunun kütləsini hesablayın. Reaksiya məhsulu nədir? Sağdakı. Baxın, sağdakının miqdarı soldakıların sərf etdiyinə bağlıdır. Yəni, soldakı maddələr nə qədər sərf edib? Alüminiumu gördük ki, alüminium 9 qram sərf olunub, kükürt isə 16 qram sərf olunub. Demək, mənim alınan məhsulumun miqdarı onların cəminə bərabərdir, yəni 25-ə. Daha sonra ikinci suala baxaq. Bizə verilib 3 valentli metal, oksidin molyar kütləsi və hidroksidin molyar kütləsi XY olaraq verilib. X-dən Y çıxdığımız zaman 24 alınır. X və Y-in qiymətini hesablamağı soruşur. Baxın, hər hansısa bir metaldır. Mən bilmirəm bu hansı metaldır. Onun oksidi deyir. Oksid deyəndə metal 3 valentli, oksigen 2 valentli olduğuna görə formul metal 2 O3 şəklində olar. Hidroksidi dedikdə isə metal OH yazıram. Metalım 3 valentlidir. OH-ı 1 valentli götürürəm. Mötərizəyə alıb metal OH3 kimi qeyd edirəm. İndi isə molyar kütlələrini hesablayaq. Bir dəqiqə. Demək, burada mən bilmirəm ki, metalın nisbi atom kütləsi nə qədərdir. Özümdən bir A kimi götürürəm. Deyirəm ki, A olsun. Baxın, burada molyar kütləni hesablamaq üçün 2-ni vurmalıyam metalın nisbi atom kütləsinə, yəni A-ya. Üzərinə gəlirəm. 3 vur 16. Oksigenin sayını vurdum nisbi atom kütləsinə. O da oldu 48. Demək, bu X-ə bərabərdir. İkinci hissədə isə metalı A kimi qəbul edirəm. Yəni, nisbi atom kütləsi A-dır. Sayda 1-dir. 1-i A-ya vuranda A elədir. Üzərinə gəlirəm nə? Daxildə baxın, bu 16, burada 1. Cəmlədim 17 oldu. 17-ni də 3-ə vurduğumuz zaman nə eləyəcək? 51. İndi bu isə Y-ə bərabərdir. Və mənə deyir ki, X-dən Y çıxdığım zaman, baxın, burada özü bizə verib. 24-ə bərabər olur. X-in yerinə yazıram 2A üstəgəl 48. Buradan çıxıram, baxın, Y-in qiymətini. Yəni, A üstəgəl 51. Bərabər olur 24-ə. İndi baxaq, 2A üstəgəl 48. Biz bilirik ki, mötərizənin qarşısında mənfi varsa açılanda, daxildə müsbətsə o mənfi olur, mənfidirsə müsbətə çevrilir. Burada onda çıx 51 kimi yazıb bərabər eləyəcəm 24-ə. A çıxılsın. Neçə? 51-dən 48 çıxanda 3 bərabərdir 24-ə. A-nı buradan tapdıq 27. Demək, bizim metalımızın nisbi atom kütləsi 27-yə bərabər idi. İndi isə X və Y-i hesablaya bilərik. Baxın, X-imiz nəyə bərabər idi? 2 vurulsun. Nisbi atom kütlə 27-dirsə, 2-ni 27-yə vurub üzərinə 48 gəlirəm. Bu da elədir 54 üstəgəl 48. 2
9, 102. 102. Sonra isə digərini hesablayıram. Y-in qiymətini. A üstəgəl 51. Yəni 27 üstəgəl 51. Burada da cavabım olacaq nə? 78. Daha sonra növbəti suala baxaq. Üçüncü də deyir, maddə verilib. Mis XO4. Oksigenin kütlə payı 40-dır. Molyar kütlə A-ya bərabərdir. X-in kütlə payı B-dir. Gəlin, birinci burada oksigenin kütlə payını necə hesablayırıq ona baxaq. Burada mənim oksigenimin sayı 4-dür. Sürətdə yazıram 4 vur 16, bölürəm ümumi emirə, molyar kütləyə. Molyar kütləni də mənə A verib, vururam 100-ə və buradan oksigenin kütlə payını özü bizə verib. Bərabər edirəm 40-a. Demək ki, buradan 64 böl A vur 100 bərabərdir 40-a. A-nı da tapanda nə olacaq? 64 vur 100 böl 40. Demək, sıfırlarım ixtisar getdi. Sıfırlarım ixtisar gedəndən sonra bunlar 4-ə bölünərdi. 16 düşərdi. Burada 1 qaldı. Cavabı neçə tapdım? 160. Demək, A nəyə bərabər idi? 160-a. Molyar kütləm 160-dır. Daha sonra X-in kütlə payını soruşur. Mis XO4-də misin kütlə payını tapmaq üçün sürətdə X-i yazıram. Bilmirəm, nisbi atom kütləsi nə qədərdir? Bölürəm ümumi emirə. Emir də bayaq A idi. İndi A-nı 160 tapmışam. Yəni 160-a bölüb vururam 100-ə. Buradan isə məndən B-ni soruşur. İndi B-ni hesablamaq lazımdır. Görək bizim B-miz nə qədər olar. Və yaxud da ki, belə hesablaya bilərik biz. Demək, ümumi emirimiz nəyə bərabərdir? İlk öncə X-i tapaq. Buradan mis 64-dür. Bircə dəqiqə. 64 üstəgəl X üstəgəl 4 vur 16, bu da elədi 64. Ümumi emirim 160-a bərabərdir, düzdürmü? Mən axı həmin o X-in nisbi atom kütləsini bilmirəm. Ona görə ilk öncə molyar kütlənin tapılması düsturundan istifadə edib nisbi atom kütləsini hesablayım. 160-dan çıxıram 128-i. Bu da elədi 22. Yox, 22 yox, üzr istəyirəm. 32. 32 tapdıq. Demək ki, bizim X-imizin nisbi atom kütləsi 32-yə bərabərdir. İndi 32-ni 160-a bölüb 100-ə vururam. B-ni tapmaq artıq rahat olacaq. 16 və 32 ixtisar getsə burada 10 qalar, burada 2 qalar. Sıfırlar ixtisar gedər. B-ni isə 20 tapmış olaraq. Daha sonra 4-cü sualda etil spirti su ayrılma üsulu. Bunlar eyni cinsdə qarşılıq əmələ gətirir və bir-birində həll olan mayələrin ayrılma üsullarına distillə aiddir. Bitki yağı və su, bu isə durutma, yəni ayrıcı qıb vasitəsilə ayırmaq mümkündür. 5-ci suala nəzər yetirək. Deyir, X-Y birləşməsində X və Y-in kütlə nisbətləri 3/4 kimidir. Eyni kütlədə götürülmüş X və Y-in reaksiyasından sonra bu maddələrdən birindən 5 qram artıq qalarsa, aşağıdakıları hesablayın. Neçə qram X-Y alınır və neçə qram X reaksiyaya daxil olar. İlk öncə reaksiya tənliyimizi yazaq. X üstəgəl Y-imiz alındı XY. Burada kütlə nisbətlərini verib 3, 4. Əgər 3, 4 sərf olunubsa, demək ki, buradan da XY-i 7 tapmış olarıq. İndi bizə deyir, eyni kütlə nisbətində axı. Biz nə edirik? Bunu da M qəbul eləyək, bunu da. Daha doğrusu eyni kütlədə götürülüb deyir, M qəbul eləyək. Baxın, birində M-i 3-ə bölürəm, birində M-i 4-ə bölürəm. Hansında daha kiçik cavab alacam? Əlbəttə ki, sürətlərim ikisində də M-dir. Məxrəclərdən birində 3, birində 4 yazılıb. Demək, böyük olan məxrəc kiçik cavabı verəcək. Mənim də burada Y-im tamamilə sərf olunur. Onda demək ki, X-im artıq qalır və mənə burada ipucu verib. Deyir, sonra bu maddələrdən birindən 5 qram artıq qalıb. Artıq qalan maddəm hansı idi? X idi, düzdürmü? O 5 qram artıq qalıb. Demək, nə qədər sərf olunub? Əvvəl M idi, sonra gəldi 5-də qaldı. Bu nə qədər sərf olunub? M çıxılsın 5 qədər. Belə başa düşək. Tutaq ki, mənim 100 manat pulum var idi. Mən mağazaya girib çıxandan sonra mənim 40 manat pulum qaldı. Mən mağazada nə qədər pul xərcləmişəm? Başlanğıcdan sonda qalanı çıxıram. Burada da baxın, M-lə başlanğıcdan sonda artıq qalanı çıxıram, onun sərf olunanını tapıram. Burada tənasibi qura bilərik. Demək, M çıxılsın 5-ə. M uyğun gəldi. 3-ə isə 4 uyğun gəldi. İndi hesablayaq. 4M çıxılsın 20 bərabərdir 3M-ə. Buradan da M-i taparıq 20. Demək, mənim burada X və Y-imin başlanğıcında nə qədər götürmüşəm? 20 götürmüşəm.
Yaxşı, bəs bunlar nə qədər sərf olunub? Əvvəl dedik ki, bu M idi, hamısı sərf olundu. Ancaq X-im nə qədər sərf olunub? M idi, 20 idi, yəni 5-i artıq qaldısa, demək 15 qramı sərf olunub. Məndən soruşdu, neçə qram X reaksiyaya daxil olar? Tapdım ki, 15 qram. Neçə qram X, Y alınır? Baxın, sərf olunanları cəmləməliyim. 15 qram X sərf olundu, 20 qram Y sərf olundu. Onların cəmi nə qədər edir? 35. Demək ki, X, Y miqdarı da 35-ə bərabər oldu. Daha sonra növbəti suala baxaq. Deyir ki, M qram kükürt və 64 qram SO2-dən ibarət qarışığın yandırılmasından sonra qabda 320 qram SO2 olur. Kükürdü yandırıram. Yandırdığım zaman nə alındı? SO2. Və deyir, bu M qram idi. SO2 nə qədər idi? 64 vermişdilər bizə. İbarət qarışığın yandırılmasından sonra qabda 320 qram SO2 olur. Reaksiya tənliyini yazın. İlkin qarşıda kükürdün kütləsini qramla, reaksiya sərf olunan oksigenin həcmini isə litrlə hesablayın. Baxaq görək biz burada bizim oksigenimiz nə qədər, bizdən oksigenin həcmini soruşur. Nə qədər oksigen sərf olunur tapa bilmərik, düzdürmü? Onda belə deyək. Yandırılmasından sonra qabda 320 qram SO2 olunur. Bizim də əvvəl 64 qram SO2'miz var idi. Sonda əgər 320 olubsa, demək ki, nə qədər SO2 alınıb kükürdün yanması zamanı? 320-dən 64-ü çıxıram. Qaldı nə qədər? 256 qram. Buraya yazıram 256. Aşağıya nə düşəcək? 32 üstə gəl. 32, 64. Kükürdüm nə qədərdir? 32-yə bərabərdir. İndi tənasübümü qurub tapıram ki, görüm M-im nə qədər imiş. Baxın. Buradan M-i hesabladıq. M-imiz nəyə bərabər olur? 32 ilə 64 ixtisar getsə burada 2 qalır. 2M 256-ya bərabər olar. M-i də taparıq. 256-nı 2-yə böldüyümüz zaman 128. M-i nə qədər tapdıq? 128. Bu bizim ilkin qarşıda kükürdün kütləsini soruşurdu, onun cavabı oldu. Sonra reaksiya sərf olunan oksigenin həcmini deyir. Yenə biz istəsək 128-ə görə, istəsək 256-ya görə oksigenin həcmini tapa bilərik. V-dir həcmi. Aşağıya da 22,4 yazıram. Nə üçün 22,4 yazıram? Çünki normal şərait verilib. Normal şərait dedikdə qazların 1 molun tutduğu həcm deyildik. 22,4-ə bərabərdir. Burada V-yə 256, 22,4-ə də 64 uyğun gəlir. İndi bunu mən hesablayayım tez. Demək, burada 256 ilə 64 ixtisar apardım. Sonra 4 qaldı. 4-də 22,4-ə vuranda 89,6 tapdım. Oldu cavabım. Yəni həcmi soruşurdu 89,6. Sonra bu üçüncünün cavabı idi. Reaksiya tənliyini yazında birinci idi. Baxın, demək birinci nə oldu? Kükürd üstə gəl oksigen alındı SO2. Bu birincinin cavabı. İkincinin cavabı 128. Üçüncünün də cavabı 89,6. Gələk 7-ci suala baxaq. Bizə nə deyir? 2 valentli metalın xlorid turşusu ilə reaksiyasının tənliyini yazın. Mən bilmirəm hansı metaldır, ancaq 2 valentlidir. Xlorid turşusundan reaksiya tənliyini yazanda, baxın, burada metal gəlib xlor turşusuna reaksiya girdiyi zaman metal, xlor 2 alınacaq. Nəyə görə metal, xlor 2? Çünki metalın 2 valentlidir burada. Xlor isə 1 valentli olduğuna görə metal, xlor 2 alınacaq bu hissədə və hidrogen qazı ayrılır. Hidrogen və xlor sağda 2 olduğuna görə solda H-xlorun qarşısına 2 yazıram. Reaksiya tənliyim budur, əmsallaşdırdım. Birinci məndən bunu istəyirdi. Sonra deyil, metalın nisbi atom kütləsini hesablayın. Biz baxaq görək bizə burada nə verilib. Deyir ki, metaldır və oradan H-xlorla reaksiyaya girib. Sonra nə deyir? Hidrogen alındı. Baxın, burada reaksiyaya girdi. Reaksiyaya girəndən sonra hidrogen alındı. Hidrogenin xlorla reaksiyası baş verir. Aha. Sonra buradan da H-xlor alınacaq. İndi baxaq, bir dənə hesablayayım. Evet, deyirəm hesablayın. Baxın, burada mən ikinci hissəni yazmamışam. Baxın, necə hesablaya bilərik? Bizə ikinci hissədə verib hidrogenlə xlorun reaksiyası. Hidrogen üzərinə gəldik, xlor 2. Buradan alınır H-xlor. İndi diqqətli olaq. Baxın, biz hidrogenin miqdarını bilməliyik ki, burada metalın düzdür 32 qram verə bilər. Ancaq metalın nisbi atom kütləsini bilmirəm. Axı, bu aşağıya nə düşəcək? Air, mən bilmirəm. Air metala bilmirəm. Onun üçün nə etməliyim? Birinci, məndən axı soruşur metalın nisbi atom kütləsini hesablayın. Mən birinci, burada verilmiş xlora əsasən, burada 2 yazım, 56,8-ə əsasən gedib hidrogenin miqdarını tapmalıyım. Ancaq əgər 2 mərhələli məsələlər verilirsə,
Burada moldan istifadə eləsəniz daha rahat olacaq. 56,8, burada da 35,5-i vuracağım 2-yə. Nə qədər elədi? 71. Tapım görüm hidrogenimiz nə qədər olacaq? 1 x mol. Aşağısına yazıram nə? Mol dediyi zaman 1. İkisi 56,8, 1'ə 71 düşür. Buradan da 56,8'i 71'ə böldüyümüz zaman 8, orada da 0,8. Demək biz hidrogenin sərf olunan molunu 0,8 tapdıq. Burada isə gətirib hidrogenin yerinə 0,8 yazacağım. Baxın 0,8 hidrogen alınıb. Molun aşağısına 1 mol düşməlidir və əmsalda yoxdur ki, nəzərə alım. Tənasübüm belə olur. 32-yə 0,8. Burada da metalın nisbi atom kütləsinə 1. Onda metalın nisbi atom kütləsi nəyə bərabər olur? 32 bölünsün 0,8-ə. Burada 8, yuxarıda 10 yazsam ixtisar getdi bunlar 4. 4 ona vurduğum zaman 40 alıram cavabı. Demək ki, cavabım nə oldu? 40. Reaksiya tənimdə metal üstə gəl 2H xlor alındı. Metal xlor 2 və hidrogen. 8-ci sualda nə deyir? Deyir ki, CnHmO3 oksigenin sayını hidrogenin kütləsinə, daha doğrusu oksigenin kütləsini hidrogenin kütləsinə böləndə 8, karbonun kütləsini hidrogenin kütləsinə böldüyüm zaman isə 6 alınır. N və N-i hesablamamı soruşur. Baxın, birincidə mən baxaram ki, oksigenim nə qədərdir? 3 dənə oksigenim var. Demək onun kütləsi 3 vurulsun 16 olacaq. M oksigeni M hidrogenə böləndə bilmirəm axı hidrogen nə qədərdir. Sayı M-dir, nisbi atom kütləsi də 1-ə bərabərdir. M-ə böləndə cavabı 8 tapdım. Demək ki, mənim burada M-in cavabı nə eləyəcək? Bununla bu ixtisar getdi 2, M-imiz bərabər olacaq 6-ya. Daha sonra isə indi karbonu tapım. M-i 6 tapmışam. Artıq mən bilirəm ki, formulum CnH6O3 şəklindədir. İndi karbonun kütləsi nəyə bərabərdir? N sayda nisbi atom kütləsi də 12-dir. 12 N-i bölürəm hidrogenin kütləsinə. Yəni 6 vur 1, 6-ya. Bərabər oldu nəyə? Özü də burada 6 verib bizə. N-i tapdığımız zaman nə olacaq? 6 vur 6 bölünsün 12. 6 ilə 12 ixtisar gedər. Bura 2 qalır. 6-nı da 2-yə böldüyümüz zaman N-i 3 taparıq. Demək M-imiz 6, N-imiz isə 3 tapıldı. Sonra gələk növbəti suala. Növbəti sualda 9-cu sualda deyir ki, XSO4 verilib. Burada kükürdün kütlə payı N-dir. Digərində kükürdün kütlə payı N-dir. YSO3-də də. Sonra deyir ki, oksigenin kütlə payı A və B-dir. B-nin A-ya nisbətini tapın. İndi biz nə edəyik? Baxın, burada kükürdün kütlə payını tapsam nə edəcəm? Demək, 32-ni böləcəm ümumi M-ə. M-ə böləndə nə olacaq? X üstə gəl 32, üstə gəl 4 vur 16, 64. Vur 100, buradan tapacağım nəyi? Kükürdün kütlə payını. Digərində də kükürdün kütlə payını tapanda 32-ni bölürəm. Bu N-ə bərabərdir deyir. Burada da 32-ni bölürəm. Y üstə gəl 32, üstə gəl 3 vur 16, yəni 48-ə. Sonra vururam 100-ə. Burada da yenə kükürdün kütlə payı N verib. Demək ki, mən bu iki tənliyi bir-birinə bərabərləşdirə bilərəm. Onda bu yüzlərim onsuz da ixtisar gedəcək. N-ləri silsəm, tutaq ki, bir-birinə bərabərləşdirsəm, bu yüzlərim gedəcək. Yerdə qaldı 32-lərim. 32-lərim də sürət məxəzi düşəcək. Sonra bunlar da ixtisar getdi. Demək, X üstə gəl 96 bərabər oldu nəyə? Y üstə gəl 80-ə. Hə, indi buradan 80-i sol tərəfə keçsəm, X üstə gəl 96 çıxılsın 80, orada X üstə gəl 16 bərabərdir, Y taparam. Və mənə digər bir ipucu verib. Deyir ki, daha doğrusu soruşur. Ayır Y-dən ayır X-i deyir çıx. Ayır Y-dən ayır X-i çıxaq. Y-in yerinə yazıram X üstə gəl 16. X üstə gəl 16-dan çıxıram ayır X-i, yəni X-i. Onda mən burada X-ləri aparsam, yerdə nə qalır? 16. Demək, mənim doğru cavabım nə olacaq? 16. İkincisi də B-nin A-ya nisbətini soruşur məndən. Baxın, indi mən oksigenin hər iki maddədə kütlə payını tapmalıyam. Ancaq mənə artıq burada nə verib? Y-in X-lə bağlı cavabını verib. Yəni, X üstə gəl 16 yaza bilərəm Y-in yerinə. Gəlin, birincidə XSO4-də oksigenin kütlə payını tapaq. Orada kütlə payını tapmaq üçün nə etməliyəm? Oksigen 4-dür, sayı 16-ya vururam 64-dür. Bölməliyəm ümumi M-ə. M-im də nə oldu? X üstə gəl 96. Vur 100. Buradan bu bərabər olacaq A-ya, düzdürmü?
Sonra gəlirəm digərində. YSO üstə tapıram. Orada 3 dənə oksigen var. Ona görə 48-i bölürəm ümumi emeri. Emeri tapanda nə oldu? Y üstə gəl 80 olmuşdu, düzdürmü? Y üstə gəl 80 idi və alayım 100-ə. Ancaq burada Y-in yerinə mən gətirib nə yazıram? Bayaq baxın, burada tapdığı x üstə gəl 16 yazdıq. Y-in yerinə x üstə gəl 16 yaza bilərəm. Burada da cavabım olacaq 48 böl x üstə gəl 96 vur 100. İndi deyir B-ni A-ya böl. B-imizin qiyməti baxın bu oldu. Heç yüzlərdə çıxıram buradan. Yəni 48 böl x üstə gəl 96. Nəyə görə çıxdım yüzlər? Onsuz da ixtisar gedəcək. Bölürəm nəyə? Baxın A-nın qiymətinə. 64 böl x üstə gəl 96-ya. Bölmə deyəndə bunu vurmaya çevirirəm və sürətlə məxrəc yerini dəyişir. 48 bölünsün x üstə gəl 96-nı vururam nəyə? X üstə gəl 96 böl 64-ə. Burada da x üstə gəl 96-larım ixtisar getdi. 48-i 64-ə böldüm. 16-ya ixtisar apardığımız zaman nə alınır? 4-də 3. O da nə qədər elədi? 0,75. Bu da mənim doğru cavabım. Sonra 10-cu suala da baxaq. 10-cu sualda nə deyir? Üzr istəyirəm. Burada verilib sink S, üzərinə oksigen gəlinib, alınıb sink oksid, üzərinə gəldi 2SO2. Aha. Reaksiyaya daxil olan sink S-in kütləsi X verib. Reaksiyada alınan sink oksidin kütləsi X çıxılsın 6,4 verib. Bizdən soruşur ki, reaksiyadan alınan SO2-nin həcmi Y-dir. Bu Y-litir yazım. Nə deyir? X və Y-i hesablayın. Gəlin ilk öncə neyini? Bizə məlum olan nədir? Sink S-in və sink oksidin belə deyək, nisbi molekul kütləsi, yəni emerinin tapılması. Və tənasibi bu şəkildə qura bilərik. Sink X-ə X çıxılsın 6,4 uyğun gəlir. Bura isə nə düşər? 2 vurulsun. Emeri hesabladığımız zaman sink 65, kükürt də 32. Nə qədər elədi? 65 üstə gəl 32, 97. Yəni 2 vur 97. Burada nə edirəm? 2-ni vururam. Sink 65, oksigende 16, 65 üstə gəl 16. Baxın, onları da bizə burada verib, özü məsələdə verir. Nə qədər elədi? 81. Demək, mənim tənasübüm bu cür oldu. X-ə X çıxılsın 6,4 uyğun gəldi. 2 vur 97-yə, 2 vur 81. Bu ikiləri əvvəldən ixtisar aparım, yəni işimi çətinləşdirməyim. 81. Əslində burada azalma ilə də gedə bilərdik. 6,4 azalma zamanı nə qədər sink oksid alınıb. Burada da 97-dən 81-ə düşüb 16 azalma zamanı nə qədər alınıb. Belə də getmək olardı. Yəni bu cür də qura bilərik tənasübü və yaxud da belə də fikirləşə bilərik ki, yəni həll eləyərsiniz bunu əgər bu yolla getmək istəsəz və yaxud da ki, neçə tapmışdıq burada? 97. Baxaq, bərk maddəmiz nə idi? Əvvəl sinkesi idi, düzdürmü? Sink oksidə düşdü. Burada nə qədər azalma baş verdi? 6,4 azalma. 6,4 azalma zamanı. Baxın görüm. Nə qədər, məsəl üçün sink, mən X-i tapmaq istəyirəm də sinkes sərf olunub, bilmirəm. Burada isə 2 vur 97 idi. Burada da 2 vur 81. İkiləri ixtisar aparsam, məsəl üçün, deyəcək, 97-dən 81 çıxanda 16. Və yaxud da bütöv də yaza bilərsiniz. 97-ni vurun 2-yə, nə eləyəcək? 4, 1 yadda 194. Burada da 81-i 2-yə vuranda nə alınır? 162. Demək, buradan nə tapmış olduruq? 194-dən 162-ni çıxdıq. Bizə dəqiqə. 194, 162-ni çıxanda 2, 32 qaldı. İndi 32 azalma zamanı nə qədər sinkes alınıb, onda ümumilikdə baxaq. Ümumilikdə 194 yazarıq. Baxın, demək, x-i tapanda nə olacaq? 194 vurulsun 6,4 bölünsün 32. 6,4-ün 10-unu aşağı düşürdürəm. 64 ilə 32-ni ixtisar aparıram 2. 194-ü 2-yə vurdum 8. 9-u 2-yə vurdum yenə 8. Bir də yadda 388 məxrəcdə də 10 olanda 38,8 tapdım cavabı. Demək ki, mənim x-imin qiyməti nə imiş? 38,8. Bir daha deyirəm, biz burada necə işlədik? Baxın, demək, azalmaya uyğun getdik. Azalma zamanı gördük ki, x-dən düşmüşdü. X çıxılsın 6,4-ə. Baş maddənin kütləsi azalma 6,4 olmuşdu. 6,4 qram azalma zamanı. Baxım, görüm sinkes nə qədər sərf olunub? X qədər. Və burada da ümumi 2-ni vurdum 97-yə. Burada da 2-ni vurdum
8-dən biri 162 elədi. 194-dən 162-ni çıxdım və tapdım ki, azalma nə qədərdir? 32-dir. 32 azalma zamanı artıq ümumi 2-ni də nəzərə alıb 2 vurulsun 97 yazıb 194 tapdıq. Demək, x-i hesablayanda 38,8 elədi. Yaxşı, biz 38,8-i tapdıq. İndi nə edək? İndi də gedək bizdən SO2-nin həcmini soruşurdu. Onu tapaq. Yenə azalma ilə gedə bilərik. Baxın, buradakı kimi tənasibi yenə bu şəkildə qura bilərik. Əgər burada 6,4 azalma baş veribsə, buradan bilmirəm nə qədər SO2 alınıb, Y yazıram litrini. Ancaq bayaq nə qədər dedik azalma var idi? 32. 32 azalma zamanı baxıram ki, aşağıya litr deyəndə normal şəraitdə veribsə 2 vurulsun 22,4 düşməlidir. Buradan nə qədər alınmalı idi? 44,8. İndi Y-i də hesablayanda nə edirik? Yenə 44,8-i 448 kimi yazdım. 6,4-ü 64 kimi yazdım ki, aşağıya düşürəcəm onlarını. Sonra da bir-birinə vuranda 100 eləyirək. 32, ixtisar etdi 2. Buradan nə tapdıq? Cavabı tapdıq 896. 896-nı da 100-ə böləndə 8,96. Ola bilər ki, mənim hesablamam fərqlidir. Siz artıq öz hesablamanıza uyğun, bu əsas tənasübdə, tənasübü qurandan sonra öz hesablamanıza uyğun gedə bilərsiniz. Digər 10 məsələnin də 10-dur səhv eləmirəmsə, hə? 8 dənə məsələ var. Onun da izahını digər videoda paylaşacağım inşallah.